Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Rusiya-Qacar müharibəsidir. 19-cu əsrdə Rusiya ilə Qacarlar arasında iki dəfə müharibə baş verir. Birinci Rus-Qacar müharibəsi 1804, 13, ikinci Rus-Qacar müharibəsi isə 1826, 1828-ci illəri əhatə edir. Biz isə bu günləri birinci Rusiya-Qacar müharibəsi mövzusunu keçəcəyik. Birinci Rusiya-Qacar müharibəsi 1804-1813-cü illəri əhatə edir. Bilirik ki, Rusiya 19-cu əsrin əvvəllərində Azərbaycan torpaqlarının işğalına başlamışdı və bunun nəticəsində 1801-ci ildə Azərbaycan torpaqları olan Qazax, Şəmşədil, Borçalı, Pənbək, Loru əraziləri Rusiyaya birləşdirmişdi. Daha sonra isə 1803-cü ildə Çar Balakən, 1804-cü ilin əvvəllərində isə Gəncə xanlığı işğal edilmişdi. Həmçinin bu dövrdə Ruslar tərəfindən işğal edilən Azərbaycan ərazilərindən biri də İlisu Sultanlığı idi. Artıq Rusların Çar Balakən və Gəncədən sonra əsas hücum hədəfi Azərbaycanın digər torpaqları, xüsusilə də İrəvan xanlığı idi. Və beləliklə 19-cu əsrdə Rusiyanın Gürcüstanı və Azərbaycanın bir sıra ərazilərini işğal etməsi bir sıra xarici dövlətləri, xüsusilə də Qacarlar dövlətini narahat edirdi. Buna görə də 1804-cü ilin mayında Fətəli Şah Ruslardan tələb etdi ki, işğal etdiyi ərazilərdən geri çəkilsin. Əslində Fətəli Şah Qacar Gəncəni müdafiə etməməkdə səhv etdiyini qəbul edirdi. Və beləliklə 1804-cü ilin mayında Fətəli Şah Ruslara müraciət etsə də, Ruslar bundan rədd etdilər və beləliklə artıq 1804-cü ilin iyulunda Rusiya ilə Qacarlar arasında müharibə başladı. Bu müharibə düz 9 il davam edəcək. Birinci Rus-Qacar müharibəsi dövründə Rus ordusuna Sisyanov, Rus qoşunlarının Cənubi Qafqazdakı baş komandanı Sisyanov idi. Qacar qoşunlarına isə Fətəli Şahın vəliyyəti Abbas Mirzə rəhbərlik edirdi. Və beləliklə bu dövrdə hətta bəzi Azərbaycan xanlıqları da Qacarları müdafiə edirdi. Birinci Rusiya-Qacar müharibəsi başlayan kimi Azərbaycanın bir sıra ərazilərində Rusiyaya qarşı çıxışlar baş verdi. Harada Qazaxda və Borçalıda, Çar Balakəndə Rusiyaya qarşı hücumlar baş verdi. Artıq Çar Balakənin və Gəncənin işğalından sonra Rusların əsas hücum hədəfi İrəvan xanlığı idi. Ruslar İrəvan xanlığını ələ keçirmək üçün xüsusilə diqqət yetirirdilər. Və beləliklə 1804-cü ilin iyulunda Ruslarla Qacarlar arasında iki döyüş baş vermişdi. 1804-cü ilin iyulunda 3 kilsə döyüşü baş verdi. Daha sonra isə Qəmərli döyüşü baş verəcək. 1804-cü ilin iyulunda baş verən 3 kilsə döyüşündə əvvəllər Rus qoşunları üstün olsalar da, sonraki dövrdə Abbas Mirzənin yardımı ilə də İrəvan xanlığı Qacarlar bu döyüşdə qalib gəldilər. Hər ikisi döyüşdə Rus qoşunları məğlub olub. Daha sonra Rus qoşunları Qəmərli kəndini mühasirəyə almışdılar. Lakin həm Qəmərli kəndi də Rus qoşunları üçün uğursuzluqla nəticələndi. Bu dövrdə İrəvan xanlığının müdafiəsinə kim rəhbərlik edirdi? İrəvan xanlığının müdafiəsinə İrəvan xanı Məhəmməd Hüseyin xan Qacar rəhbərlik edirdi. Ruslar isə İrəvan xanı Məhəmməd Hüseyin xanı geridə qalmış bir xalqın nümayəndəsi hesab edirdilər. Bu dövrdə İrəvan xanı Məhəmməd Hüseyin xan nəyə arxayın idi? Qalanın müdafiəsinə arxayın idi. Qacarlar tərəfindən kömək gəlirdi, ona arxayın idi. Digər tərəfdən arxayın olmasının səbəbi nə idi? Digər tərəfdən artıq bilirdi ki, artıq qış yaxınlaşır, Rus qoşunları üçün ərzaq çatışmamazlığı olacaq və Rus qoşunları uzun müddət burada qala bilməz. Ona arxayın olaraq tam şəkildə İrəvan qalası müdafiə edildi. 1804-cü ilin sentyabrında İrəvan mühasirəyə alındı. Lakin Sisyanov sonuncu dəfə İrəvan xanı Məhəmməd Hüseyin xana müraciət etsə də, İrəvan xanı Məhəmməd Hüseyin xan bunu rədd etdi. Artıq Sisyanov qərara gəldi ki, geri qayıtdı. Sisyanov geri qayıdaraq Gürcüstanda və bu dövrdə Azərbaycanın şimal-qərbində baş verən üsyanları yatırtdı. Artıq Ruslar üçün
üsyanları yatırdıqdan sonra yeni işğal hədəfləri müəyyən edildi. Ruslar üçün artıq bundan sonra yeni işğal hədəfləri hansı xanlıqlardır? Qarabağ xanlığı idi, Şəki xanlığı idi. Şamaxı xanlığı Ruslar üçün yeni işğal hədəfləri idi. Bu zaman Ruslar tərəfindən Qarabağ ərazisi Azərbaycanın qapısı adlandırılırdı və Sisiyanov Qarabağın ələ keçirilməsinə xüsusi diqqət yetirirdi. Hətta Sisiyanov bu məqsədlə Qarabağ xanı İbrahim Xəlil xana da müraciət etdi. Qarabağ xanı İbrahim Xəlil xan isə 1805-ci ildə Bəylərin Şurası, Qarabağ xanlığında Bəylərin Şurasını topladı. Bəylərin Şurasında bəylər Rusiyaya təslim olmağı rədd etdilər. Lakin İbrahim Xəlil xan bəylərin qərarı ilə razılaşmadı və İbrahim Xəlil xan bildirdi ki, biz Rus qoşunları daha böyük qüvvədir, onların qarşısında dayana bilməyəcəyik. İkinci isə məlikliklərin xəyanət ehtimalına qarşı Rusiyaya tabi olmaq qərarına gəldi və beləliklə 1805-ci ilin mayın 14-də Qarabağ, mayın 21-də isə Şəki xanlığı ilə Kürəkçay müqaviləsi imzalandı. 1805 mayın 14-ü dedik Qarabağ xanlığı, mayın 21-də isə Şəki xanlığı ilə müqavilə imzalandı. Kürəkçay müqaviləsinin şərtləri nədən ibarət idi? Kürəkçay müqaviləsinin şərtlərinə əsasən Qarabağ xanlığı Rusiya ilə əbədi dost olacağına söz verirdi. Qarabağ xanlığı daxili müstəqilliyin saxlamaq şərti ilə xarici siyasətdə Rusiyadan asılı hala düşürdü. Qarabağ xanlığının əhalisi Rusiya təbəliyinə qəbul edilirdi. Həmçinin Qarabağ xanlığının əhalisi Ruslara sadiq olmalı idi. Qarabağ xanlığı ildə Rus xəzinəsinə 8000 çevron xərac ödəməli idi. Həmçinin Rus sarayına girovlar göndərməli idi. Şuşada Rus qarnizonunun yerləşdirilməsinə icazə verilirdi. Xanlıq həmçinin dedi, daxili siyasət hüququndan da məhrum edilirdi və beləliklə Kürəkçay müqaviləsinə əsasən həm Qarabağ xanlığı, həm də Şəki xanlığı Ruslar tərəfindən işğal edildi. Ancaq bu xanlıqların hər birində daxili idarə hüququ saxlandı. Artıq 1805-ci ilin yayında Qarabağ və Şəkinin Rusiyanın tərkibinə keçməsi Qacarlar dövlətində narahat etməyə başlamışdı. Qacarlar qoşunun baş komandanı Abbas Mirzə 1805-ci ilin yayında Qarabağa daxil olaraq Şahbulaq qalasını mühasirəyə aldı. Şahbulaq qalası mühasirəyə alması nəticəsində Rus qoşunların təslim olmasını tələb etdi. Və beləliklə Rus qoşunlarının qalada olan hissələri təslim oldular. Bundan sonra Abbas Mirzə Qazaxa daxil oldu və Qazax din xadimlərinin də ruhanilərin köməyi ilə artıq Qazax sakinləri üsyan qaldırdılar. Lakin 1805-ci ildə Zəyəm yaxınlığında növbəti döyüşdə Abbas Mirzənin ordusu məğlub oldu. Abbas Mirzə Xudafərin körpüsünə tərəf çəkilməli oldu. Artıq Qarabağ və Şəkinin işğalından sonra Rusların növbəti hədəfi Şirvan ərazisi idi. Şamaxı xanlığını tutmaq istərdilər. Bu zaman Şamaxı xanı Mustafa xan idi. Ancaq Şamaxı xanı Qarabağ və Şəki xanlığından fərqli olaraq tabi olmaq istəmirdi. Bir sıra şərtləri vardı daha doğrusu. Hansı şərtləri vardı? Bildirirdi ki, Şamaxılı Mustafa xan daxili müstəqilliyini saxlamaqla ildə Şamaxılı Mustafa xana müəyyən qədər məvacib ödəsin, Rusiyaya xərac ödəməkdən imtina edirdi, Azərbaycanın şimal torpaqlarının bir müddət onun tabeliyinə verilməsini tələb edirdi. Bu təklifləri Sisiyanov rədd etdi və beləliklə 1805-ci ilin noyabrında Sisiyanov Şamaxı xanlığı üzərinə hücuma keçdi. Şamaxı xanlığı üzərinə hücuma keçəndə onun dəstəsində kimlər təmsil olunurdu? Qarabağ xanı İbrahim Xəlil xan, Şəki xanı Səlim xan. Bunlar nə üçün təmsil olunurdular? Həm 1805-ci il müqaviləsinə əsasən Rusiyanın təbəliyinə keçmişdilər, həm də Şamaxılı Mustafa, həm də İbrahim Xəlil xan Şirvan ərazisinə daxil olan Cəvad ərazisi Qarabağ xanlığının nəzarəti altındaydı. Şəkili Səlim xanla isə Şirvanlı Mustafa xan arasında ədavət vardı. Həm də ona görə təmsil olunurdular. Beləliklə Mustafa xan bu yürüyüş zamanı Fit dağına çəkildi. Fit dağında müdafiə mövqeyi tutdu.
lakin gördü ki, üstün qüvvələr qarşısında dayana bilməyəcək. 1805-ci ilin dekabrın sonlarında Rus qoşunlarına tabi oldu. Bununla da Kürəkçay müqaviləsi yox, ancaq Kürəkçay müqaviləsinə oxşar müqavilənin şərtləri Şamaxı xanlığı ilə də imzalandı. Artıq Şamaxının işğalından sonra növbəti işğal hədəfi Bakı idi, Bakıya yol açılırdı. Ancaq hələ Rus qoşunları Bakını işğal etmək üçün 1805-ci ilin əvvəllərində bura cəhd etmişdilər. 1805-ci ildə Rus qoşunları Gilanı tutmaq, geri qayıdarkən isə Bakını tutmaq istəyirdilər. Bu münasibətlərdə Bakıya desant da çıxartmışdılar. Desant hərbi qüvvə idi, qoşun növü idi və beləliklə bu zaman Bakı xanı Hüseynqulu xan kömək üçün Qacar sarayına müraciət etmiş və bunun nəticəsində Abbas Mirzə Bakı xanlığına kömək etmişdi. Həmçinin Qubalı Şeyxəli xan da Bakı xanlığına köməyə gəlmişdi. Bunun nəticəsində Rus qoşunları Bakını tutmasında çətinlik yaranaraq geri qayıtmaq məcburiyyətində qalmışdılar. Artıq 1806-cı ilin fevralında Rus qoşunları yenidən Bakını işğal etmək üçün hərbi əməliyyatlara başladılar. Çünki artıq 1805-ci ildə də Bakının bir sıra ərazilərin ələ keçirtmişdilər. 1806-cı ilin fevralında Sisiyanovla Hüseynqulu xan fevralın 8-də danışıqlar aparmalıydilər. Bu zaman Bakı xanı Hüseynqulu xanın əmri ilə İbrahim bəy Sisiyanovu qətlə yetirdi. Sisiyanovun qətlindən sonra Rus qoşunları buranı tərk etdilər. Lakin sonraki dövrdə Rus qoşunları bura yenidən daxil oldular. 1806-cı ilin iyununda Dərbəndi, oktyabrın əvvəllərində Bakını, daha sonra isə Qubanı işğal etdilər. Və beləliklə, hətta 1806-cı ildə Quba işğal edildikdən sonra Qubada yerli bəylərdən ibarət əyalət şurası da yaradılmışdı. Əyalət şurasının sədri isə keçmiş Bakı xanı 2-ci Mirzə Məhəmməd xan idi. 1806-cı ilin iyununda Abbas Mirzənin ordusu Qarabağa daxil oldu. Bu zaman isə Rus generalı Lisaneviçin əmri ilə Qarabağ xanı İbrahim Xəlil xan qətlə yetirildi. İbrahim Xəlil xanın qətlə yetirməsi Şəki xanı Səlim xanın narazılığına səbəb oldu. Ona görə də Səlim xan Ruslara qarşı üsyan qaldırdı. Rus qarnizonunu Şəkidən qovdu. Sonraki dövrdə isə 1806-cı ildə burada Ruslar tərəfindən müvəqqəti idarə yaradılmışdı. Artıq 1806-cı ilin hərbi əməliyyatları nəticəsində Dərbənd, Bakı, Qubada işğal edildi. Artıq Lənkəran, İrəvan, Naxçıvan istisna olmaqla demək olar ki, Azərbaycanın bütün şimal torpaqları Rus qoşunları tərəfindən işğal edilmişdi. Artıq dedik, Şəki xanı Səlim xanın üsyanını dedik. 1806-cı ilin oktyabrında Şəki yaxınlığında döyüş baş verdi. Şəki yaxınlığındakı döyüşdə Səlim xanın qüvvələri məğlub olmuşdu. Daha sonra isə Səlim xan Qacarlar sarayına qaçmışdı. Çar Balakəndə də bu dövrdə üsyan baş vermişdi. Çar Balakən üsyanı da yatırıldı. Şəki xanlığında isə Şəki xanı vəzifəsinə Xoylu Cəfərqulu xan Şəki xanı vəzifəsinə gətirildi. Hətta o Xoy xanlığının əhalisinin bir hissəsini də Şəki xanlığına köçürdü. Burada həm Azərbaycanlıları köçürmüşdü Xoylu Cəfərqulu xan, həm də burada yaşayan müəyyən qədər erməni də Şəki xanlığı ərazisinə köçürmüş və orada köçürdüyü sakinlərdən ibarət xüsusi kəndlər də saldırmışdı. Artıq bu dövrdə Rus qoşunlarını, dedik, Qubada əyalət şurası vardı, lakin Rus hərbiçiləri burada özbaşınalıq edirdilər. Bu da Quba əhalisinin narazılığına səbəb olurdu. 1810-cu ildə Quba xanı Şeyxəli xan üsyan qaldırdı. 1810-cu ilin yayında Girgilçay yaxınlığında baş verən döyüşdə Rus qoşunları məğlubiyyətə uğradıldı. Quba üsyanını yatırmaq üçün Rus qoşunları digər bölgələrdən, Qarabağdan, Şirvandan, Bakıdan, Gəncədən bura qoşun göndərdilər və beləliklə 1810-cu ildə Qubada baş verən üsyanda Rus qoşunlarının üsyanı da Rus qoşunları üsyanı yatırda bildilər. Bu dövrdə Rusların Cənubi Qafqazı işğal etməsi Osmanlı narazılığına səbəb oldu və 1806-1812-ci illəri əhatə edən Rus-Osmanlı müharibəsi də baş vermişdi. Bu hərbi əməliyyatlarda 1807-ci ildə Gümrü döyüşü baş verdi. Gümrü döyüşündə Rus qoşunları qalib gəldilər.
1812-ci ildə Rus qoşunları ilə Rusiya ilə Osmanlı arasında Buxarest müqaviləsi imzalandı. 1812-ci ildə imzalanan Buxarest müqaviləsinə əsasən Rusiya Cənubi Qafqazın bir hissəsini işğal etməsini Osmanlı dövləti təsdiq etmiş oldu. Artıq İrəvanın birinci mühasirəsi uğursuzluqla nəticələnmişdi. 1808-ci ildə artıq Rus qoşunları yenidən hücum əməliyyatına başladılar. 1808-ci ilin sentyabrın, oktyabr aylarında 3 kilsə və Naxçıvan Rus qoşunları tərəfindən ələ keçirildi. Yenə də İrəvan üzərinə hücum etdilər. İrəvan yaxşı müdafiə olunurdu. Bu dəfə də İrəvanı tuta bilmədilər. Bunun nəticəsində 1809-cu ildə Rus qoşunları İrəvan və Naxçıvandan çəkilmək məcburiyyətində qaldı. 1809-cu ildə Rus və Qacarlar arasında növbəti döyüş baş verdi. 1809-cu ildə baş verən Qarababa döyüşündə Rus qoşunları məğlub oldu. Abbas Mirzənin qoşunları qalib gəldi. Ümumiyyətlə 1808-1809-cu ildəki hərbi əməliyyatlar Rusiya üçün uğursuzluqla nəticələndi. Buna görə də Rus qoşunlarının Cənubi Qafqazdakı baş komandanı Qudovich istefa verdi. Qudoviçin yerinə Tormosov təyin edildi. Hətta bu dövrdə Tormosova tapşırmışdılar ki, Qacarlar dövləti ilə sülh danışıqları prosesini sürətləndirsin. 1809-1810-cu illərdə Abbas Mirzə Qarabağ və Gəncə istiqamətində uğursuzluğa düçar oldu. Abbas Mirzə Qarabağ və Gəncə istiqamətindəki döyüşlərdə uğursuz olması sülh danışıqları prosesini sürətləndirdi. Lakin İngilis səfiri Qor-Oydzildə Lənkəran xanlığı çalışırdı ki, Qacarlar dövləti Lənkəranın daxili müstəqilliyi qorunub saxlansın. Lənkəran məsələsi sülh danışıqlarının imzalanmasını gecikdirdi və beləliklə sülh müqaviləsinin imzalanması gecikdi. 1812-ci ildə Sultanbud döyüşü baş verdi. Bu döyüşdə Qacar qoşunları qalib gəldi. Qacar qoşunlarının qalib gəlməsi Qacar qoşunlarında ruh yüksəkliyinin yaranmasına gətirib çıxartdı. Artıq bu dövrdə 1812-ci ilin yayında Rusiya ilə Fransa arasında müharibə başlamışdı. Qacarlar fikirləşirdi ki, Rusiya ilə Qacarlar arasında müharibənin başlaması, Rusiya ilə Qacarlar arasında müharibənin başlanması, Rusiya ilə daha doğrusu Fransa arasında müharibənin başlanması Qacarların işinə yarayırdı. Lakin 1812-ci ilin oktyabrında Aslandüz döyüşü baş verdi. Birinci Rus-Qacar müharibəsinin taleyini həll etdi bu döyüş. Bu döyüşdə Rus qoşunları qalib gəldi. Artıq 1812-ci ilin dekabrın 21-də Rus qoşunları tərəfindən Lənkəran qalası mühasirəyə alındı. Lənkəran qalasının müdafiəsinə Abbas Mirzə rəhbərlik edildi. Artıq 12-ci ilin dekabrın 31-dən 1813-cü ilin yanvarın 1-nə keçən gecə Lənkəran qalası da Rus qoşunları tərəfindən işğal edildi. Artıq Lənkəranın işğalı sülh danışıqları prosesini gücləndirdi. Sülh danışıqlarında kim iştirak edirdi? Sülh danışıqlarında həm də İngilis səfiri Qor-Oydzli də iştirak edirdi. Və beləliklə İngilis səfiri Qor-Oydzlinin də dəstəyi ilə 1813-cü ilin oktyabrın 12-sində sülh müqaviləsi imzalandı. Sülh müqaviləsində Rusiyanı təmsil edirdi Rtışev təmsil edirdi. Qacarlar dövlətin isə Abbas Mirzə təmsil edirdi. Və beləliklə 1813-cü ilin oktyabr ayında 1813-cü ilin oktyabrın 12-sində sülh müqaviləsi imzalandı. 1813-cü ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Gülüstan müqaviləsinə həm də separat aktı əlavə edildi. Separat akt. Separat akt nə deməkdir? Gələcəkdə ərazi məsələlərinə yenidən baxılması nəzərdə tutulurdu.
Sülh müqaviləsinin şərtləri nə idi? İrəvan və Naxçıvan istisna olmaqla, İrəvan və Naxçıvan istisna olmaqla bütün Azərbaycanın şimal torpaqları bütün Azərbaycanın şimal torpaqları Rusiyanın tərkibinə getdi. İrəvan və Naxçıvan Qacarlar dövlətinin tərkibində qalırdı. Digər tərəfdən Şamaxı, Qarabağ, Bakı, Şəki, Gəncə, Şamaxı, Qarabağ, Bakı, Şəki, Gəncə, Lənkəran ərazisi isə Rusiya dövlətinin tərkibində qalırdı. Həmçinin Xəzər dənizində hərbi donanma saxlamaq hüququ da Rusiyaya verilirdi. Həmçinin Şərqi Gürcüstan və Dağıstan ərazisi də Rusiyanın tərkibində qalırdı. Müqavilənin 7-ci maddəsində bildirilirdi ki, iki dövlət arasında diplomatik korpusun yaradılması nəzərdə tutulurdu. Beləliklə, imzalanmış bu Gülüstan sülhü Azərbaycan üçün Gülüstan müqaviləsi ədalətsiz müqavilə idi. Çünki digər dövlətin ərazisi işğal edilirdi. Və beləliklə, Gülüstan müqaviləsi nəticəsində Azərbaycan torpaqları iki hissəyə parçalandı. Şimali Azərbaycan və Cənubi Azərbaycan. Şimali Azərbaycan Rusiyanın tərkibində, Cənubi Azərbaycan isə İrəvan və Naxçıvan da daxil olmaqla Qacarlar dövlətinin tərkibində qaldı. Bu dərsimizlə bağlı bu qədər.